İt pişikdən soruşur. İkimizi də insan əhəlləşdirir. Niyə o sən pişiyi isti evdə saxlayır? Yeməyinin ən yaxşı tikələrini sənə verir. Məni qapısının çölündə, soyuqda saxlayır. Özü yeyə bilmədiyi sür-sümüyü də mənə atır. Pişik cavab verir. İnsan səni həyatına, canına ola biləcək təhlükələrdən qorumaq üçün saxlayır. Məni isə evdə olan siçan və siçovullardan qorumaq üçün saxlayır. O siçan və siçovullar ki, onun azuqəsinə, malına, mülkünə təhlükə yarada bilir. İnsan isə malı, mülkü canından həmişə üstün və əziz tutur. Bu səbəbdən mən pişiyi malını, mülkünün qoruyucusu kimi isti evdə, yanında. Sən iti isə canının qoruyucusunu soyuqda, çöldə saxlayır. İt kimi və pişik kimi insanlar var. İt adam başqasını sidq ürəklə sevə bilir. İt kimi. Pişik adam heç vaxt başqasını sevmir. Yalnız sevilməyi arzulayır. Elə pişik kimi.